Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Asıcı Bakıda mayın 9-dan 11-dək kənddən şəhəri həftə sonu yarmarkası təşkil edəcək. Məlumata görə, yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir. Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 5, Gənclik metro stansiyasının yanı ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcə qeydiyyatdan keçən fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Yarmarkanın yanında səyyar qida laboratoriyası fəaliyyət göstərəcək. Qeyd edilib ki, yarmarkalarda iştirak etmək istəyən fermerlər 050 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.